Hamıya salam. Gəlin bir anlıq düşünək, ətrafımızdakı bu inanılmaz canlı aləm, bu qədər müxtəliflik, bütün bunlar necə yaranıb? Bugün biz elmin ən güclü və fundamental hekayələrindən birinə, yəni təkamül nəzəriyyəsinə baş vuracağıq və bu hekayəni addım-addım kəşf edəcəyik. Baxın, bu sual var ha, əsrlərdir ki, bəşəriyyətin ən parlaq beyinlərini məşğul edib. Yəni, kiçik bir mikrobla nəhəng bir mavi balina arasında necə bir əlaqə ola bilər? Bütün bu heyrətamiz müxtəlifliyin sirri nədir? Gəlin bu möhtəşəm tapmacanın cavabını birlikdə axtaraq. Hekayəmizə başlamaq üçün gəlin biraz keçmişə qaydaq. Elə bir dövrə ki, o zamanlar hamı inanırdı ki, həyat dəyişməzdi, hər şey yarandığı kimi də qalıb. O dövrdə elmin məqsədi dəyişikliyi anlamaq deyildi, yox, sadəcə mövcud olanı səliqəyə salmaq, bir növ kataloqlaşdırmaq idi və bu işi görən bir dahi var idi. Bəli, təsəvvür edin, 18-ci əsrə qədər demək olar ki, bütün elmi dünya belə düşünürdü. Hər bir canlı növü yarandığı gündən bəri eynidir. Aslan həmişə aslan olub, qızılgül isə həmişə qızılgül. Bu, çox səliqəli və nizamlı bir dünya görüşüydü. Amma bəzi suallar açıq qalırdı. Karl Linneyin əslində məqsədi təkamülü falan sübut etmək deyildi. Tam əksinə, o inanırdı ki, ilahi nizamı, o möhtəşəm yaradılışı sadəcə bir kataloqa salır. Amma o bu işi elə mükəmməl gördü ki, onun yaratdığı sistem, yəni hər canlıya iki sözdən ibarət ad vermək, qəribə də olsa, sonradan təkamülün sübutlarını tapmaq üçün əsas alətlərdən birinə çevrildi. Və birdən bu donmuş sabit dünya görüşündə ilk böyük çat yarandı. Səhnəyə elə bir fikir çıxdı ki, o vaxt üçün demək olar inqilabi idi. Bəlkə də həyat heç də sabit deyil, bəlkə də o dəyişir. Fərqə bir baxın, bir yanda Linneyin səliqəli dəyişməz kataloqu, o biri yanda isə Jean-Baptiste Lamarck'ın dinamik, daim hərəkətdə olan dünyası. 1809-cu ildə Lamarck elə bir fikir ortaya atdı ki, bütün elmi silkələdi. Həyat sabit deyil, o daim dəyişir və daha mürəkkəb formalara doğru irəliləyir. Yaxşı, bəs Lamarck bunun necə baş verdiyini düşünürdü? Onun məşhur zürafə nümunəsi var. Deyirdi ki, zürafə daha hündür yarpaqlara çatmaq üçün daim boynunu uzadır və bu məşq nəticəsində boynu biraz uzanır. Sonra isə bu qazandığı xüsusiyyəti balasına ötürür. İndi biz bilirik ki, bu mexanizm, yəni qazanılmış əlamətlərin irsən ötürülməsi düzgün deyil. Amma Lamarck'ın dahiliyi o idi ki, o ilk dəfə növlərin dəyişə biləcəyini elmi bir çərçivəyə salmağa cəhd etmişdi. Deməli, Lamarck qapını aralamışdı, amma otağın içini aydınlatmaq üçün hələ də möhkəm bir sübut, tutarlı bir mexanizm yox idi. Və bax, elə bu məqamda səhnəyə gənc bir təbiətşünas Charles Darwin çıxır. Onun Beagle gəmisi ilə etdiyi o məşhur dünya səyahəti, təkamül nəzəriyyəsini, belə deyək, dəmir təməllər üzərinə oturdacaq dəlillərlə dolu idi. 1859-cu il Darwinin Növlərin Mənşəyi adlı kitabı nəşr olunur və elmi dünyanın sözün əsl mənasında lərziyə salır. Onun bütün nəzəriyyəsi 4 sadə, amma çox güclü ideyaya əsaslanırdı. Gəlin indi bu prosesin ən vacib iki mühərrikinə daha yaxından nəzər salaq. Yəni, bu mübarizə deyəndə təkcə heyvanların bir-biri ilə döyüşməsi ağlınıza gəlməsin. Bu, daha geniş bir anlayışdır. Ətraf mühitin özü bir təzyiqdir. Qida tapmaq, yırtıcılardan qaçmaq, sərt qışa dözmək, bunların hamısı yaşamaq uğrunda mübarizənin bir hissəsidir. Və gəldik çıxdıq əsas məsələyə, təbii seçməyə. Bu əslində çox məntiqli bir prosesdir. Təbiət özü sanki bir seçici kimi hansı xüsusiyyətlərin daha faydalı olduğuna qərar verir. Məsələn, daha qalın xəzi olan bir heyvan soyuq iqlimdə daha çox yaşama şansı əldə edir, düzdür? Və o sağ qalıb nəsil artırdığı üçün bu qalın xəz genini öz balalarına ötürür. Beləcə, nəsillər keçdikcə populyasiya tədricən dəyişir. Yaxşı, bəs bu seçmə dediyimiz proses real həyatda necə işləyir? Elə çıxır ki, təbiətin tək bir yolu yoxdur. Gəlin təbii seçmənin 3 fərqli işləmə üsuluna baxaq. Öz də real nümunələrlə. Bu, bəlkə də ən məşhur nümunədir. Sənaye inqilabından əvvəl ağacların qabığı açıq rəngdə idi və açıq rəngli kəpənəklər mükəmməl gizlənirdi. Amma fabriklərin hissi ağacları qaralanda nə oldu? Açıq rəngli kəpənəklər quşlar üçün asan şikara çevrildi. Tünd rəngli olanlar isə sağ qalma üstünlüyü qazandı. Bax, bu istiqamətlənmiş seçmədir. Mühit dəyişir və təkamülə konkret bir yön verir. Amma bəzən təbiət ortanı sevir, ifratlardan qaçır. Məsələn, güclü bir fırtına qopur.
Çox qısa qanadlı sərçələr küləyə müqavimət göstərə bilmir. Çox uzun qanadlılar isə manevr edə bilmir. Bəs kimlər sağ qalır? Əlbəttə ki, orta ölçülü, ideal qanadlara sahib olanlar. Bu da stabilləşdirici seçimi adlanır. Üçüncü variant isə bəlkə də ən maraqlısıdır. Bu zaman təbiət ortalamanı yox, əksinə hər iki kənar ucu, yəni ifratları mükafatlandırır. Təsəvvür edin ki, bir yerdə ya çox kiçik toxumlar var, ya da çox böyük. Orta ölçülü dimdiyi olan quşlar ac qalır, amma kiçik dimdiklilər və böyük dimdiklilər özlərinə yem tapa bilir. Bu da zamanla populyasiyanın iki fərqli qrupa ayrılmasına gətirib çıxara bilər. Bax, bu gördüyümüz fərqli seçmə mexanizmləri zamanla kiçik-kiçik dəyişiklikləri üst-üstə yığır və bu yığım bizi təkamülün ən möhtəşəm nəticəsinə gətirib çıxarır, tamamilə yeni növlərin meydana gəlməsi. Bu, kiçik addımlarla baş verən, amma nəticəsi inanılmaz dərəcədə böyük olan bir proses. Təkamülün o böyük hekayəsi var ha, əslində. Bax, bu kiçik, gözlə görülə bilən dəyişikliklərdən ibarətdir. Bir populyasiyanın içində nəsildən nəslə baş verən bu kiçik genetik dəyişikliklərə mikrotəkamül deyilir. Bu, sanki təkamülün işləyən mühərrikidir. Və bəzən bu mühərrik elə güclü işləyir ki, tamamilə yeni növlər yaradır. Yeni növlərin yaranmasının bəlkə də ən asan başa düşülən yolu budur, coğrafi təcrid. Birinci, vahid bir populyasiya var. Sonra hansısa bir fiziki maneə, məsələn, yeni yaranan bir çay, bu populyasiyanı iki yerə bölür. Bu iki qrup artıq bir-biri ilə əlaqə qura bilmir və hərəsi öz mühitinin təzyiqləri altında müstəqil şəkildə dəyişməyə başlayır. Nəticədə 1000 illər sonra o qədər fərqlənirlər ki, artıq bir-biri ilə cütləşə bilmirlər. Vəssalam, iki yeni növ yaranmış olur. Amma işin ən heyrətləndirici tərəfi odur ki, bəzən heç bir dağ, heç bir çay olmadan da yeni növlər yarana bilər. Eyni məkanda, amma fərqli peşələr seçərək. Baxın bu çarpaz dimdik quşları kimi. Bəziləri bir növ şam ağacının qozalarını yeməyə ixtisaslaşır, digərləri isə başqa bir növün. Zamanla bu iki ixtisaslaşmış qrup bir-biri ilə cütləşməyi dayandırır və, yenə də yeni növlər. Və bütün bunlar bizi çox vacib bir nəticəyə gətirir. Unutmayın, təkamül sadəcə keçmişə aid, dinozavrlar haqqında bir hekayə deyil. O bizim dünyamızda, elə bu an gözlərimizin önündə davam edən canlı bir prosesdir. Və bu, boş bir nəzəriyyə deyil. Bunun gündəlik həyatımız üçün çox ciddi nəticələri var. Həkimlərin mübarizə apardığı antibiotika davamlı bakteriyalar, fermerlərin istifadə etdiyi dərmanlara öyrəşən həşəratlar. Bunların hamısı təkamülün iş başında olduğunun canlı sübutudur. Və bəzən bu proses o qədər sürətli gedir ki, biz onu bir insan ömrü çərçivəsində belə müşahidə edə bilirik. Beləliklə gəldik çıxdıq bu düşündürücü suala. Milyonlarla il ərzində təbiət həyatı formalaşdırdı. Amma indi biz insanlar qurduğumuz şəhərlərlə, dəyişdirdiyimiz iqlimlə bu planetin ən güclü seçici qüvvəsinə çevrilmişik. Onda sual belədir. Bizim yaratdığımız bu yeni qaydalarla dolu dünyada hansı canlılar uğur qazanacaq? Həyat bundan sonra hansı istiqamətdə təkamül edəcək? Bu sualın cavabını isə yəqin ki, ancaq gələcək verə bilər. Diqqətiniz üçün təşəkkürlər.